Əziz dostlar, biz Ağsəmnatda ailələrə bax, indi meyvə almağa gəlmişik David qardaşımızdan. Allah ondan razı olsun. Yəni, bu da Beyləqam bazarına yerləşir. Hamı tanır da, David nətər yaxşı qardaşdır. Yəni deyirəm, Allah ondan da razı olsun. İndi həmin ailəyə biz meyvəni də buradan götürəcəyik. Dostlar, bax, burada Əhbərin yeridir, dostumuz Əhbər. Kartoşkanı da, soğanı da, yəni deyirəm, Əhbər özü verir. Allah ondan da razı olsun. Ana əziz dostlar, bax, gördüyünüz ərzaqı yenə deyirəm, bizə Asəf kişi göndərdi, Turan Ticarət Mərkəzi. Mən də öz adıma ona təşəkkür edirəm. Ağsəmnatda ailələri unutmadığına görə mən ona minnətdarlığımı bildirirəm. Sağ ol Asəf, Allah səndən razı olsun qardaş. Bu günlərimdə yenə də sənin hesaba belə deyək. İndi Allah ruzilərini göndərdi. Bayramlarda bir daha təbrik edirəm. Əziz dostlar, bax biz o yardımı gətirdik. Bax bu Afət bacımıza. Sənə hər kartoşkasından, meyvəsindən tutmuş, hər şeyinə qədər. Bazarda yenə deyirəm, dostlarımız var idi. David var idi, Əhbər vardı. Onlar meyvəsini, kartoşka soğanı verdi. Asəf də ərzaqların. Halal xoşun olsun. Allah sizi var eləsin. Sağ ol. Biz var eləsin. Allah sağ ol. Başınızdan əlini töysün. Allah cibinizi dolu eləsin. Sağ ol. Allah köməyin olsun. Biri o Bax bu belə bir evin içində yaşayır. İkram ağa. Onu aydın Allah kömək olsun. Sağ ol, var ol. Sabah deyib, gördüyünüz belə bir şəraitdə yaşayır bu insan. İndi kimlə kömək eləmək istəyirsə, ünvanla deyərəm, əlaqə saxlasın, gəlsin özləri. Yenə deyirəm, Allah köməyiniz olsun. Sağ olun. Sağ ol, çıxlı qız.